nəticə verir və burada pasientlər özü də bunu hiss edir. Bizim müalicəmiz 5 dənə qola iynədən ibarətdir. Xüsusi analizlər verildikdən sonra şəxsən pasientdə bu dərmanlar hazırlanır. Və onu da qeyd etmək istəyərdim ki, bu müalicə tək gözə yox, ümumi bədənə də çox müsbət təsiri var. Bir çox valideynlər qorxur, çünki görmə sinir atrofiyası olan uşaqlar xüsusən nevroloji uşaqlardır, serebral iflicli olan uşaqlardır. Bəli, baş-beyin travma, baş-beyin problemləri, xəstəlikləri olan uşaqlardır. Ona görə mən həmişə vurğulayıram ki, hər bir halda müalicə etmək məsləhətdir. Çünki ümumi bədənə tək gözə yox, çox müsbət təsiri var. Biz onlar halsız, passiv, biri başını saxlaya bilmir, boynu saxlaya bilmir, biri otura bilmir. Hansısa həqiqətən çox passiv nevroloji statusu ilə olan uşaqlar.